Səbirli ol, izah edirəm. Tovuz quşunun zina eləyib, insanın zina eləyib tovuz quşuna dönməyin Allah Əzzə və Cəllənin yer üzündə olan höccəti Peyğəmbərin nəslindən olan kişi bizə deyir. Paltarın Esselamu Aleyküm ve Rahmetullah. Deməli, Şiə inancında belə bir hədis var. İnsanlar zina etdi və zina edərkən də Allah Subhanahu Taala o insanları tovuz quşuna çöndərir. Bəli, Allah Subhanahu Taala hansısa bir günahdan dolayı insanları hansısa bir heyvana çöndərmişdi. Donuza, meymuna və s. Ama güzel bir şeye çöndərmək bu Allah'ın sünnetinden değil. Şiə inancında Allah'a ve onun Resuluna ve Əhl-i Beytə şər atmaq davam eləyir. Əlbəttə ki, bu dində qalsan, sən güman etmə ki, sən cənnətə gedəcəksən. Cəhənnəm səni gözləyir. Çünki Allah'a ve onun Resuluna ve Əhl-i Beytə şər atan bir din, atan bir xət, atan bir təriqət əsla və əsla Allah'ın mükafatına çata bilməz. Mən sizi bu şiəlikdən dəvət edirəm İslam dininə, Qur'ana, Allah Resulunun həqiqi hədislərinə ki, o həqiqət hədislər Allah'tan gəlmişdir. Baxın, bu şəriətə zid olacaq bir məsələdir. Bu məntiqə, insanlığa, insan beyninə, insan düşüncəsinə zid olacaq bir şeydir. Yenə də xatırladıram sizə. Allah Subhanahu Taala'nın biz işlərini Quranda və sünnətdə izlədikdə heç vaxt belə bir şey görməmişik ki, bir pislik etsinlər insanlar və o pisliyə görə tövbə etməsinlər və Allah Subhanahu Taala onları yaxşılıqla mükafatlandırsın. Zina edəcək insanlar olmuşdusa, onlar tövbə etmədisə, onları gözəl bir şeye çöndərmək bu Allah'ın sünnetinden değil. Eğer bir çirkin iş görərsənsə, bir pis bir iş görərsənsə, sən mütləq olaraq gözəl bir şeye çönə bilməzsən. Şiə inancında isə bu etiqaddadırlar, bu fikirdədirlər ki, pis olacaq insanlar, böyük bir günah sahibi olacaq insanların sonunu gözəl bir şeye Allah çöndərmişdir. Toz quşuya baxın lütfen. Toz quşunun gözəlliyi həqiqətən çox halal olacaq gözəlliklərdən biridir. Allah Subhanahu Taala heç vaxt haram ve büyük günahların sahibi olan insanları çok güzel olacak bir şeye çöndərə bilməz. Ve toz quşunun halal olması ise şiəlikdə qadağadır. Yeyilməsi icazəli değil. Çünkü o bir vaxt insan idi. Ve insan olduğuna göre de onun yeyilməsi qadağadır. Lütfen, ben toz quşunu koyacağım indi. Bu filmden sonra bakarsınız, özünüz de bakın. Kuşlar içerisinde en güzel kuştur ki Allah Subhanahu Taala'ya heç vaxt Allah Subhanahu Taala onu, o günahkar olacak insanları güzel bir şeye çöndərməz. Bəli, Allah her şeye qadirdir. Ama bu Allah'ın sünneti değil ki bir çirkinlik etsinler insanlar ve bu çirkinliğin sonunu güzellik versin Allah onlara. Əsla ve əsla. Mən sizi dəvət edirəm bu şiəlikdən çıxasınız. Çünki şiəlik Allah'a ve onun Resuluna ve Əhl-i Beytə şər və böhtan atır. Bu filmə baxın inşallah. Səbirli ol, izah edirəm. Tovuz quşunun zina eləyib, insanın zina eləyib tovuz quşuna dönməyin Allah Əzzə və Cəllənin yer üzündə olan höccəti Peyğəmbərin nəslindən olan kişi bizə deyir. Paltarın